Salam dostlar, Norveçdən hər birinizi salamlayıram. Deməli, bura iki kəndi, belə deyək də, kənd anlayışı yoxdur Norveçdə. Qəsəbəni birləşdirən yol kənarıdır. Sadəcə bələdiyyənin yüksək səviyyəli işini sizə göstərmək istəyirəm, yaşadığım bələdiyyənin. Bir qəsəbədən o birisi qəsəbəyə gedən yolun, belə deyək də, istirahət zonasıdır. Hansı ki, çıxıb təbii ehtiyaclarınızı ödəmək üçün belə zibil qabları var. Açırsan, zibilini atırsan, oturub barbekü, manqal eləməyə, çayın qırağında belə yerlər. Bir də sizə göstərmək istəyirəm bu ayaq yolu məsələsini. Bura duş kabinəsidir. Bax belə. Yəni, istəyən adam girib, yol üstü duş qəbul edib gedə bilər. Deməli, ikinci otaq. Həm əlillər, həm qadın, həm kişi, həm də uşaqlar üçün, yəni uşaq bələmək üçün yerlər belə. Yəni gördüyünüz kimi səliqə, səhman, hər şey yüksək səviyyədə. Plenalni stol uşaq üçün. Yəni sadəcə bunu düzüb qoşan, yaradan bu şəhərin bələdiyyəsidir.